Qiymətlər barəsində danışmaq istəyirəm. Yəni, bugünkü gündə ümumi bahaçılığa görə, yəni onsuz da məlum məsələdir ki, qiymətlər gün-gündən qalxır. Yəni usta da hava ilə işləmir ki, yəni su ilə də işləmir. Halbuki su da bahadır. Yəni normal qiymətlər işıqla, proyektorla 35 manat malyarka, Ağdağla, hamısı bir yerdə. Son zamanlar məsəl üçün Loseva işıqları gətiriblər. İndi Azərbaycanda var. Düzdür, Loseva Azərbaycandakı ən qeydiyyatməsidir, P2-dir də. Onun P2 ultraları da var, P3-ləri var və daha bahalıları var, daha yaxşıları. Yəni məsəl üçün çox ustada fikirləşir ki, 30 manata o işıqla işləyib təhvil verərəm, amma yəni səhv edir də. Ümumiyyətlə o Loseva ilə əgər kim iş istəyirsə, bundan sonra gələcəkdə də iş istəyirsə, lap bugünkü gündə də Loseva ilə minimum 60 manat. Sadə proyektorla yəni 35 manat. Yəni bugünkü günün qiymətləri odur. Çünki ondan aşağı da sərf eləmir. Yəni ondan aşağı işləyəcəksən, yəni udan ev yası olacaq. Usta heç yol puluna işləyəcək bir qarma. Yəni ancaq gedib gələcəksən, axırda da heç ondan bundan borc dilənəcəksən. İşıqla işləməyin yəni qiyməti 35 manat.